Bəs nədir cinsi zəiflik? İnsan nə hiss edir? Ya insan öz istəyinə yetişə, çata bilmir və yaxud da ki, bu fəaliyyəti yerinə yetirmək istədikdə ortalıqda qırılmalar baş verir. Və cinsi zəifliyin olması insanlarda o hissləri yaradır ki, özlərinə qarşı inamsızlıq olur, özlərinə qarşı güvənsizlik olur. Eyni zamanda həmin insanlar özlərini həyatda təciz olunmuş insanlar hesab edirlər, tamamilə özlərinə qapılmış insanlar olur. Və belə insanlar hesab edir ki, yəni həvəsi, marağı olmur, tənbəl insanlar olurlar, eyni zamanda bu insanlar yorğun olurlar, halsız olurlar. Və kənardan baxan adam da deyir ki, yəni bu insan kollektivə uyuşmur, bu adam əvvəl belə deyildi, bunun xarakteri niyə dəyişildi? Hətta evdə, ailədə belə bu insan özünə qapılmış bir insandır. Yəni evin, ailənin problemi də olur. Ona görə də cinsi zəiflik olan insanlarda siz böyük bir qəhrəmanlıq gözləməyin, böyük bir igidlik gözləməyin. Həmin insanlar öz canının hayına qalmış insanlardır.